Rayət İmam Əliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Tofiq Yaqublu azlıq aksiyasının 6-cı həftəsindədir. Tofiq Yaqublu bu dövlətin düşməni ola bilməz. Çünki o bir Qarabağ savaşçısı olub. Çünki o torpaqlarımız düşmən tapdağında olarkən məndən milli qəhrəman ola bilməz deyib milli qəhrəman adından imtina edəndir. Vaxtsız vəfat edən qızı Nərgizin dəfnində həbsdən qəbristanlığa gəlib, sonra gecəykən gəlib o qara torpağı kimsəyə görülmədən qucaqlayan qürurlu bir atadır. O agresiv ola bilər. Qarabağ odalovundan çıxıb. Onun dırnaqarası günahı müsavat üzvü müxalifətçi olmağı da ola bilər. O hakimiyyətə müxalifət ola bilər, amma Tofiq Yaqublu dövlətçiliyimizə müxalif ola bilməz. O bu ölkənin vətəndaşıdır. Kiçik qızı Nigar, üzr istəyirəm, hamiləliyinin son həftələrini yaşayır. Bəlkə də Tofiq Yaqublu nəvəsini görməyəcək. Amma gələcəkdə bəlkə də oğlan nəvəsi olacaq. O uşağa Tofiqin adı veriləcək. Bax, onda o balaca Tofiqin qisas hisli birinə çevrilməyinin qarşısını indidən ala bilərsiniz. Bu ölkəni Rusiyaya satanlar, dövlət çevrilişində ittiham olunanlar, vətən xainləri məhkəmə təqdimatları ilə amnistiya çıxdılar. Surət Hüseynov ölkəni Erməniyə satan Əlişram Hümbətov parçalayan dövləti, dövlətin xalqın malını çapıb talayanlar vaxtından əvvəl əfv olundular. Tofiq Yaqublu kimi bir Qarabağ qazisini azad etmək bu qədərmi çətindir? İnsanlıq faciəsinin yaşanmasına yol verməyin, məhkəmələr. Qarabağın azad olunmasında qazi olaraq canını qoyan Tofiq Yaqublunun haqqıdır o azadlıq. Bugün kimlərəsə xoş gəlmək, kimlərdənsə çəkinmək naminə Tofiq Yaqublunun məhkəməsində kameralara görünməkdən qorxanlar, o azadlıq sizin yox, Tofiq Yaqublunun haqqıdır. Qarabağ döyüşlərində qaçıb orada-burada özləri övladlarını gizlədənlər, sülh vaxtı ortaya çıxıb ölkəni çapıb talayan harınlar, külək kimi ora-bura əsən, bir kürsüyə mənliklərini satanlar bugün dövlətçiliyimizə Tofiq Yaqubludan daha təhlükəlidirlər. Bugün Tofiq Yaqublunun azlıqdan ölməsinə ən çox sevinən xaricdə oturub Azərbaycan əleyhinə mübarizə aparan qüvvələrdir. Çünki Tofiq Yaqublunun ölümü belə tiplər üçün dövlətçiliyimizin əleyhinə çirkin niyyətlərini həyata keçirmək üçün fürsətdir. Sevindirməyin onları. Bu fürsəti verməyin onlara. 33 il Qarabağı işğal edən, qızlarımıza təcavüz etdirən Arutunyan, Vardanyan həbsdə paxlava, şəkərbura ilə çay içdiyi halda bu torpaqlar uğrunda vuruşan, namusumuzu düşmən tapdağından azad etməyə çalışan Tofiq Yaqublunun ac qalması utancdır bizə. Cənab Prezident, Azərbaycana zəfər tarixi yaşatdınız, bunu heç kəs dana bilməz. Sizin humanistliyinizi arxalanıram. Dəmir yumruğunuzu bir Qarabağ qazisi olan Tofiq Yaqublunu şərləyənlərin başında saxladacağınıza inanıram. Tofiq Yaqublunun azad edilməsini, ailəsinə qovuşmasını özüm də bir Qarabağ qazisi olaraq sizdən xahiş edirəm.